Salam, mən Göyçay rayon Xotu kənd Mübariz Məmmədov adına tam orta ümumi təhsil məktəbinin 10-cu sinif şagirdi Şirəliyeva Nilufər Kitablarla İnkişaf Edək layihəsinin fəal üzvüyəm. Hal-hazırda şərh edəcəyim kitab Agatha Christie'nin Mavi Qatarın Sirri əsəridir. Bu əsərdə varlı bir milyonçunun qızına aldığı yaqutla başlayır hər şey. Bu yaqut çox dəyərli olduğu üçün digər zinət alverçilər də yaqutu almağın arzusunda idilər və bunun üçün özlərinə oğru tuturlar. Qız isə evli bir qadın idi. Sadəcə olaraq onun evliliyi öz istəyilə deyil, atasının ona rəva bildiyi bir insanla olmuşdur. Qızın isə öz istədiyi ayrı bir şəxs var idi. O evlənsə də istədiyi şəxslə danışmağa davam edirdi. Artıq bu məqamda isə qız evliliyini sona çatdırmaq qərarını alır. Və bir gün o Fransaya istədiyi insanla görüşməyə getmək qərarı alır. Mavi qatara bilet alır. Atası isə ona tapşırır ki, qəti şəkildə yaqutu özü ilə götürməsin. Çünki bu yaqut çox dəyərli olduğu üçün qızına zərər gələcəyindən qorxurdu. Qız isə atasını qəti şəkildə dinləmir və yaqutu da özü ilə götürür. Mavi qatarda isə qızın yanında bir köməkçisi vardı. Bu köməkçi mavi qatarda qızı qətlə yetirir. Ancaq heç kim bunun həmin köməkçinin qətlə yetirdiyini başa düşmür. Ata isə qızını kim öldürdüyünü bilmək üçün bir dedektiv tutur. Dedektiv ilk öncə qızın həyat yoldaşından, istədiyi şəxsdən şübhələnsə də, nəticə olaraq başa düşür ki, qızı qətlə yetirən əslində köməkçi qılığında olan həmin o oğru olur. Ata bunu başa düşüb dedektivə təşəkkür edir. Əsər də burada sona çatır. Mənim bu əsərdə nəticə çıxardığım oldu ki, insanlar var-dövlət, maddiyyat üçün bir-birlərini qətlə yetirər və çox böyük cinayətlər törədə bilirlər. Həm də ən pisi də odur ki, bunu edərkən heç vicdanları ağrımır, bir saniyə belə düşünmürlər. İnsanlar başa düşmürlər ki, əslində maddiyyat hər şey demək deyil. Düzdür, biz çox şey pulla əldə edə bilərik. Amma əsas var-dövlət insanın vicdana, mərhəmətə, təmiz bir qəlbə sahib olmasıdır. Əgər insan pul qazanmaq istəyirsə, bunu öz halal zəhməti ilə qazanmalıdır. Çünki pis əməllərlə qazanılan pulun heç bir xeyri ola bilməz bizə. Və ətrafımızda da bugün elə insanlar təbii ki çoxdur. Maddiyyat üçün bir saniyə belə düşünmədən çox böyük cinayətlər törədə bilirlər. Və onlara biraz vicdan, mərhəmət hissinin aşılanmağını çox istərdim. Kitablar oxuyaraq faydalı olaq, kitablarla inkişaf edək.